Bir neçə media səhifəsi və bəzi jurnalistlər belə bir video və şəkil paylaşırlar ki, bəs baxın, Fələstinli politoloqa sual verirlər ki, Həməs hərəkatı nədir? O da cavab verir ki, biz sülh içində yaşamaq istəyirik, biz etnik təmizlənmə aparmaq istəmirik, biz Azərbaycan deyilik. Yəni ki, Azərbaycan Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparıb, amma biz Azərbaycanlılar kimi deyilik. Dolayısıyla ondan Azərbaycanı ittiham eləyir, etnik təmizləmə aparmaqda, müharibə cinayətləri işlətməkdə və s. Və bu şəkli də və videonu da bir neçə Azərbaycanda səhifələr, jurnalistlər bəhbəhlə paylaşır ki, baxın, bu da sizin tərəfini tutduğunuz Fələstin, bu da Fələstinli jurnalist, yenə də erməni pərəst mövqe, Azərbaycana qarşı ittihamlar. Amma maraqlısı birisi nədir? Bu jurnalist Fələstinli deyil. Bu jurnalist Yahudidir, İsraillidir. Hətta həmən efirə, həmən o şəkilə, paylaşılan şəkilə diqqətlə baxsaz, yuxarı sağ küncdə İsrail yazısını görəcəksiniz. Yəni, mən başa düşürəm, bu media qurumları, jurnalistlər, bir çoxu satılmışdılar, bir çoxusu mənəviyyətini itirmişdilər, jurnalist peşəsinə xəyanət etmişdilər, İsrailin bəlkə də bir çoxusu agentinə çevrilib, oradan maliyyə alır. Ona görə də belə bir yanlış informasiyanı çox rahatlıqla cəlb edir. Yəni, baxın, mən sizə indi göstərirəm, bu jurnalist Alex Epstein Wikipedia səhifəsində bununla bağlı paylaşım var. Bax, görün, baxın, Wikipedia'da qeyd olunub, İsrail vətəndaşı, İsraildə yaşayır, adı Alex Epstein'dir, sosioloqdur, politoloqdur və s. Çıxışları var, efirlərə çıxır. Yəni, bunun Fələstinlə heç bir adəti yoxdur. Hətta həmən o verilişdə, Rusiyanın Dojd kanalının yayımında olan verilişində baxın nə deyir. Поговорим с Алексом Эпштейном. Очень надеюсь, что цивилизованное человечество, которое борется с ИГИЛом сообща, поможет нам в этой борьбе с Хамасом и исламским джихадом. İndi rus dilini bilməyən tamaşaçılarımız üçün tərcümə eləyim. Alex Epstein həmən o verilişdə deyir ki, necə dünya işidə qarşı bir olaraq mübarizə apardı, eyni cürdə mən dünyanı, ictimaiyyəti Həmasa qarşı mübarizəyə dəvət edirəm. Yəni, baxın, bu Fələstinli bir şəxs, Fələstinli Həmasa qarşı dünyanı mübarizəyə dəvət eləyərmi? Yəni, açıq-aşkar bu politoloq Azərbaycanı etnik təmizləmədə ittiham eləyən, anti-Azərbaycan propagandası aparan şəxs Fələstinli deyil, İsraillidir və Yahudidir. Ona görə də, yenə də mən təkrar eləyirəm, Fələstinlə bağlı qabağınıza informasiyalar çıxdıqda, ay ermənilər, falan, qardaş, can, yəni bilin ki, bu informasiyaların 99%-i yalandır, fakedir, mənəviyyətini satmış jurnalistlərin, politoloqların yalan məlumatıdır.